dəfələrlə kommentlər oxuyuram ki, insanlar bu mahnını çox sevib, ancaq çox adam bu mahnının mənasını başa düşmür. Bu parçanı birlikdə təhlil edək. Inhibitions nədir? Bu, insanın çəkinməsi, utanması deməkdir. Cümlə artıq heç nədən çəkinmirəm kimi tərcümə olunur. Hard way, çətin yolla, öz səhvlərini öyrənərək nə isə etmək deməkdir. Yəni, mən bunu çətin yolla öyrənməli oldum. All along, bütün bu müddət ərzində, sona kimi deməkdir. Yəni, sən bütün bu müddət ərzində haqlıymışsən. Addicted to, ahudəçisi olmaq deməkdir. Yəni, təkcə telefonun və ya siqaretin ahudəçisi olmaq mənasını vermir. Heartache-də qəlb ağrısı, ürək sızıntısı. Total tərcüməmiz, mən sanki qəlb ağrısından asılı idim. Lies that I was sold. Bu, mənə satılan yalanlar, mənə inandırılan yalanlar deməkdir. Yəni, mənə inandırılan və satılan yalanlardan da asılı idim. Burada isə bizim personaj ölməyi üstün tutur. I would rather. Mən üstün tuturam ki konstruksiyasıdır. Dark days, çətin, ağrılı, qara günlər mənasını verir. Yəni, personajımız deyir ki, çətin günləri yaşamaqdansa ölməyi üstün tutur. Və sonda yenə eyni mesaj. Ən vacib dərslər bəzən çətin yolla öyrənilir. Çox güman ki, siz də bu treki eşitmisiniz. Bəs sizin bu mahnıda ən çox sevdiyiniz cümlə hansıdır? Bizimlə şərhlərdə bölüşün.